Ne zaman olacak ki biz seni göreceğiz, sen bizi? Mənim üçün çox çətindir. Mən səni axtarıram, səni çağırıram. Mənim gözüm gör kimi görməkdən məhrumdur. O dünyaya qədəm qoyanda dünyanın fəzası dəyişəcək. O dünyaya qədəm qoyanda insanlar biləcəklər ki, insan kimi yaşamaq nə deməkmiş. Bugün 12-ci imamın doğum günüdür. Pərdə arxasında olan imam və onun doğum günündə bu hədisi bir daha xatırladıram. Peyğəmbər buyurur ki, mənim övladımın 12-ci imamın zuhurunu, fərəci gözləmək əməllərin ən üstünüdür, ümmətimin əməllərinin ən üstünü budur.